Əvəz ödəmə sendromu. Bu bəzən ağlınıza gətirə bilər ki, nəsə bir adam sənin üçün nəsə edir, sən tez onun qarşılığını vermək istəyirsən. Təkcə belə deyil. Bu gün dünyamızda insanlar, xüsusən də qadınlar bu şəkildə düşünürlər, belə bir zehin modelinə sahibdirlər. Bu isə nədir? Ya sevgi, ya pul. Əgər mən işləyəcəyəmsə, deməli ailəmi qurban verməliyəm. Əgər mən gözəl bir ailə quracağamsa, deməli səyahət planlarımı qurban verməliyəm. Əgər mən övlad böyütmək istəyirəmsə, deməli gözəlliyimi qurban verməliyəm. Və bu əslində kollektiv şuurdakı qurban və tanrıça dualizmin nəticələridir. Amma sonuç olaraq sənin bunları həll etməyin mümkündür. Həll üçün dərin fərqindəliyə ehtiyacın var. Gerçəkdən dərk eləmən lazımdır ki, sənin bütün bunların hamısına yetəcək enerjin var və şarj olub istifadə edə bilərsən. Bir şey varsa digəri mütləq olmamalıdır. Sadəcə sənin limitlənmiş inancındır və sən bu inancdan çıxdıqdan sonra dünya daha fərqli görünməyə başlayacaq. Dünya dəyişməyəcək. Amma sənin baxışın sayəsində sənin yaşam səviyyən dəyişəcək. Çünki hamımız eyni dünyada fərqli həyatlar yaşayırıq. Yəni zehnimizin nəticələrini.